Salam dəyərli izləyicilər, Neftçi komandası yeni baş məşqçisini ictimaiyyətə təqdim edib. Çox fantastik əmək haqqı var və özü ilə bir neçə köməkçi məşqçi, həmçinin oğlunu da gətirib və oğlu da bir zamanlar Qəbələ klubunda çıxış eləyib. Söhbət kimdən gedir dəyərli izləyicilər? Ukraynalı mütəxəssis Yuri Vernidub. Karyerasına 2001-ci ildə başlayıb köməkçi məşqçi kimi, həmçinin ölkəsində Metallurq, Zarya kimi klublarda işləyib, sonra Belarusun Şaxtyor, Moldovanın Şerif klublarında çalışıb və Şerifin bir neçə il öncə Real Madrid üzərindəki qələbəsi zamanı da o Şerifin baş məşqçisi idi və məşqçilər korpusunda Vernidubun köməkçiləri Valeri Mikhalenko, Dmitri Karam, Mustafa, Vitali Vernidub və Igor Fokin yer alırlar və qeyd edək ki, Vitali Vernidub Yuri Vernidubun oğlu və 2015-18-ci illərdə Qəbələdə çıxış eləyib. Vernidubun maaşına gəlincə, Ukrayna mətbuatının yazdığına görə o hər ay $50.000, təxminən 85.000 manat məvacib alacaq və il yarımlıq müqavilənin şərtlərinə baxsaq, bu kifayət qədər ciddi bir məbləğ eləyir.